Hörmətli xanımlar və bəylər, təşəkkür edirəm ki, bugün bizim qərarınızla keçirilən tədbirdə iştirak edirsiniz və mövqeyinizi ifadə edirsiniz. Əslində qalsa, bugün burada Müsavat qərargahına gələn yüzlərlə insan Azərbaycan xalqının böyük əksəriyyətinin mövqeyini ifadə edir. Bundan əmindir, bilirik ki, Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə azadlığın, haqqın, ədalətin olmasını istəyir. İnsanlara normal münasibətin olmasını istəyir. Azadlıqlara dərgah olmasını istəyir. Bu baxımdan əminəm ki, buradakı insanlar bütün xalqın mövqeyini, tam əsərli mövqeyini ifadə edir. Tofiq bəyin məsələsi ilə bağlı həm Arif bəy, həm Güyatanın çox önəmli məqamları ilə gətirdilər. Mən çox sizin vaxtınızı almaq niyyətində deyiləm. Müsavat partiyası olarak ilk gündən siyasi məhsulları müzakirə etdiyimiz kimi Tofiq bəyin məsələsinə əsas yanaşmışdır, diqqətli yanaşmışdır. İlk gündən bu məsələyə münasibət bildirmişdir. Bu həbsin siyasi sifayətlə hərəkət edildiyi, heç bir qanuna, haqqa əsaslanmadığını bildirmişdir. Bütün bu müddət ərzində də hər imkanda bu həqiqəti dilə gətirmişik, görləmişik. Tofiq bəyə qarşı qanunsuz məhkəmə 9 illik qəddar bir qərar qəbul edəndən sonra və Tofiq bəy əslində qalsa aclıq, sadəcə aclıq deyil, ölüm aclığına başlayandan sonra biz Müsavat partiyasının ənənəvi olmayan bir addımlar və hakimiyyətə müraciət etdik ki, biz ölüm aclığına başlamış Tofiq Yavuzluğun və olan digər müəyyən məsələsi ilə bağlı məsləhətləşmə təklif edir. Təklifimiz şəbəkədə geniş yayıldı, bəzi televizyon kanalları, bəzi saytlar bunu yaydılar, xarici mətbuatda da bu təklif yayıldı. Amma hakimiyyətdən heç bir yaxşı olmadı bu müraciətə. Bəzi dostlar, bəzi ekspertlər bildirdilər ki, təklif ümumi xarakter daşımamalıdır, konkret bir bağlanmalıdır. Biz də hakimiyyətin bu məsələlərlə məşğul olan konkret bir məmuruna yenə də rəsmən yazdıq və bildirdik ki, bu mövzu bəllidir, Müsavat partiyasının bu məsləhətləşmə təşəbbüsü var, yəqin xəbərdarsınız və hakimiyyətin bu məsələyə münasibətini bildirməsini təklif etdik. Bugünə qədər də heç bir cavab verilmədi. Yəni, məsləhətləşmə təklifini faktiki olaraq qəbul etmədilər, hətta sadəcə olaraq yoxdur deməyə ehtiyac duyulmasıdır. Bu özü hakimiyyətin dövlətdə siyasi məqsadlarına bağlı, haqqında Tofiq Yavuzlu ilə bağlı qəddar bir münasibətdə olduğu, istənilən sonra hazır olduğunu ifadə edən bir yanaşmaydı. Sonraki müddətdə də Tofiq bəyin xilas etmək üçün sözümüzü deməyə, mövqeyimizi bildirməyə davam etdik. Və təbii ki, biz bunu sadəcə Müsavat partiyası çərçivəsində aparmadıq. Türkiyənin digər ictimai təsirləri ilə, partiyaları ilə, ziyalıları ilə, jurnalistləri ilə bu məsələdə məsləhətləşmələrə çalışdıq. Və eyni zamanda ailənin təmsilçiləri ilə də bir zamanı söhbətlər aparıb, məsləhətləşdik və görə biləcəyimiz işləri danışırıq. Bence çok ağır, burada değildi. Qəddar, avtoritar bir rejim mövcud var bölgəmizdə və xalqla hesablaşmayan, vətəndaşın həyatıyla bağlı heç bir narahatlıq keçirməyən bir hakimiyyətlə biz böyüdük. Ona görə də kifayət çətindir bu hadisəni. Cəmiyyətin də əksəriyyəti haqqın nəzarətin tərəfində olsa da mövqeyini ifadə edilməyə çətinlik çəkdiyi Sağ olun. Sağ olun. Tanınmış yanlarında bir grubu bölge bilgileri
neçə sosial şəbəkələrdə canlandırırlar, danışırlar. Bu şərtləri ümumiləşdirməyə ehtiyac var. Bu şərtləri daha senin bir şəkildə qabarmaya ehtiyac var. Özü də çox zamanlı bir qayda şəklini ifadə edildi ki, Tofiq bəyin səhhəti kritik mərhələdir. Allah göstərməsin, hər gün hoşumuza gəlməyən xəbərlərin ortaya çıxması ehtimalı istifadəsində ciddi həkimlər də deyirlər, vəkillər də deyirlər, ailə üzvləri də deyirlər. Ona görə də zamanımız da çox deyil. Toparlanmalıyıq və birgə addımlar atmalıyıq. Müsavat Partiyası bu istiqamətdə bütün bu məsələni dərk edən, əhəmiyyətini qəbul edən bütün qüvvələrlə əməkdaşlığa hazırdır, birgə fəaliyyətə hazırdır. Bu müdafiə komitəsinin yaradılmasında ola bilər. Bu toplantının, bu formatın davam etdirilməsində ola bilər. Biz bugünkü görüşdən əvvəl də partiya rəhbərliyində bu vəziyyəti müzakirə edərkən biz də təkliflər səsləndik və formatı davam etdirmək, toplantıları davam etdirmək, bəlkə bir gün xanım fəalları bir araya gətirərək mövqe bildirmək, bir gün gəncləri dəvət etmək, bir gün ziyalıları dəvət etmək. Özünüz təcrübədən bilirsiniz ki, nə qədər çətin olsa da, konkret qruplara, cümlələrə müraciət edəndə, hər cümlədə, hər qrupda fədakar və vicdanlı insanlar tapmaq olur, onlar öz mövqelərini ifadə edəməyə hazır olur. Ona görə də səylərimizi birləşdirməliyik və birgə fəaliyyət göstərməyə çalışmalıyıq. Hakimiyyət dərk etməlidir ki, əgər ölkənin tarihi, ölkədə qəbul edilən qərarlar onlardan asılıdırsa, hətta təkrar sadəcə onlardan yox, bir adamdan asılıdırsa, ölkədəki hər şeyə görə məsuliyyət var. Hər şeyə görə. Əslində o sözü də vaxtaşırı deyil, İlham Əliyev, ölkədə hər şey mənim nəzarətimdədir. Deməli, ölkədəki bütün qadınlar, o cümlədən siyasi məfsudlarla bağlıdır. O cümlədən ölüm arzuyu keçirən COVID yargılığın həyatı ilə bağlıdır. Hər şeyə sağlıqlı olan məsuliyyət verişən İlham Əliyev. Və deməli, qərarları da verməlidir. Söhbət sadəcə bir humanitar aksiyadan getmir, humanizmdən söhbət getmir. Bu da öz yeridir. Dövlət başçısı hər bir vətəndaşın həyatına məsuliyyət daşıyır və hər bir vətəndaşına insanına görə yeri gəldə doğru düzgün qərarlar qəbul etməyə hazır olur. Söhbət hətta təkcə beynəlxalq aləmdə Azərbaycan nüfusundan, Azərbaycanın maraqlarından da getmir. Bu da vacib, bu da çox önəmlidir. Son zamanlar izləyirsiniz ki, beynəlxalq təşkilatlar Azərbaycanlı insan haqları ilə bağlı müraciətləri, addımları edilirlər. Adətən bu addımlar atılanda da bir abzas Azərbaycandakı ictimai siyasi fəallarla bağlı, siyasi məhdudlarla bağlı olursa, iki abzas öz cinayətlərinə görə qanun qarşısında cavab verən erməni separatçılarından liderlərlə bağlı. Və hakimiyyət bunu da önəmini və təhlükəsini dərk eləməli, başa düşməli. Görməlidir ki, Azərbaycana zidd qüvvələr çox rahat bir məntiq tapırlar. Əgər Azərbaycan dövləti öz vətəndaşlarına qarşı bu haqsızlıqlara həyat edir, öz vətəndaşlarına qarşı bu qədər qəddarlıq göstərirsə, nə cür inanmaq olar ki, onlar ermənilərin həbsdə olan şəxslərlə qarşı ədalətli və qanun çərçivəsində davranırlar və davranırlar. Amma bir məntiqlə hakimiyyət bu təhlükəni görməli, hiss eləməli və Azərbaycan naminə bu təhlükəni aradan qaldırmalı. Ancaq ən önəmlisi mənə gəlir ondan ibarətdir ki, həbsdə olan insanlarımızın tam əksəriyyəti tamamilə günahsızdır. Ola bilər, açıq, bəzilərinin xırda-para qüsurları ola bilər, yanlışları ola bilər, həyat hər şey olur. Amma tam əksəriyyəti tamamilə uydurma ittihamlarla, yalanla, böhtanla həbs olur. Və mən əminəm ki, Tofiq Yaqublu kimi prinsiplər bir adam
Əgər öz fəaliyyətində bir qüsur görsək, nöqsan görsək ki, harca kəs vasitəsilə azadlığa nail olmaq barədə düşünmək. O yüzden bu ilk növbədə ona görə azadlığa layiq o günahsızdır. Ona görə azadlığa bırakılmalıdır ki, onun əməllərində cinayət tərkibi yox. Ona görə azad edilmən Toğrul Yaqubiyə qarşı irəli sürülən ittihamlar yalandır, böhtandır, qoramadır. Bunu da biz ilk gündən də əmin idik, məhkəmələrdə də bir daha gördük. Toğrul bəyin özünün möhtəşəm son sözü, vəkillərin çıxışları da bir daha bizi buna əmin edir. Mən sözümü bitirmək üçün Toğrul Yaqub ailəsinin 10 illərlə davam edən fədakarlığının son gözləri davam etməsi barədə lütfen icabdan qeyd çox fədakarlıqla, çox cəsarətlə Toğrul bəyin hüquqlarının müdafiəsindədir. Diyar xanım da bütün ailədə bilməlidirlər ki, onlar tək deyirlər. Biz hamımız onlarla bir yerdəyik və istənilən birgə qərarlarla addımlar atmağa hazırıq. Müsavat partisi olarak biz işimizi devam ettirək ki, ilk zamanda güvələrlə, ailələrlə, diyarlarla, cəmiyyətlə birgə qərarlara hazırıq. Bildiyim qədər bugün bizim ümumi məsləhətləşmədən sonra bugünkü toplantıda qəbul edəcək qətnamə layihəsini də Seymur bəy hazırlayıb, yəqin təqdim olunacaq və yəqin ki, buradakı müzakirələrdən sonra da həmin qətnamə qəbul edib, onun istiqamətində də digər dəstəklərində birgə fəaliyyət göstərir. Tanrı Toğrulu qorusun, Tanrı bütün günahsız nəfslarımızı qorusun, Tanrı Azərbaycanımızı qorusun. Sağ olun.